Azərbaycanın xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Berşeva şəhərində yerləşən xəstəxanada vəfat edib. Bu barədə APA açıqlamasında İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib. O qeyd edib ki, xalq artisti 2 ay əvvəl insult səbəbilə sözügedən xəstəxanaya yerləşdirilib. Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər halı yenidən pisləşib. Özü sağlığında dəfələrlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bugün İsrailin Araz şəhərindəki qəbristanlıqda dəfn olunması planlaşdırılır. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Adil Kərimov vəfat edib. Bu barədə UNEK məlumat yayıb. Bildirilib ki, Rəqəmsal İqtisadiyyat Fakültəsinin 4-cü kurs tələbəsi Adil Kərimovun vəfatı universitet kollektivini dərindən kədərləndirib. UNEK ailəsi olaraq tələbəmizə Allahdan rəhmət diləyir, ailəsinə, doğmalarına və onu sevən hər kəsə dərin hüzünlə başsağlığı veririk. Allah rəhmət eləsin, məkanı cənnət olsun deyə universitetin paylaşımında qeyd olunub.